məni. Düzdür, bloka atdın məni. İndi mən də sənin qızımın xirtdəyini atıram. Arvadımın xirtdəyini atıram deyə arvadın da buradadır, bax. Ucu, 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 ucu. Ucu, ucu. Arvadım bilir, yeni musavatda tərpənən hər şeyi qayırmısan, bilir. Arvadım bilir, baldızımı qayırırsan. İbrahim Nehrəmli də baldızını qayırır, ha. Sevil Selman qızım, məni baxacaqsan da tez çatdırarsan baxmasalar da. Sevinç, oy, 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 oy. Sənə də patxod eləyibdir, Rauf. Vermisən? Yox, vermə, vermə, vermə. Vermə. Hamınız versəz nə olacaq ki? Ora qəhbəxana deyil ki, ora yeni musavatın reaksiyası TV-sidir, nə bilim nə idi. Bu da Raufun tommili arvadıdır. Nə dedi Rauf? Ləzzət eləyir, o deyir ki, o deyil. İbrahim Nehrəmli ağzını tikən Qazaxlıya, ağzını tikən yox, arvadımın ağzına verən Qazaxlıya, qızımın ağzına verən Qazaxlıya. İndən belə elə yazarsan. Yazarsan ki, Rauf, arvadımın ağzına verən Qazaxlıya görə, ya da ki, qızımın ağzına verən Qazaxlıya görə. Yaxşı, bunu belə yazarsan. İndən belə yaz. Ucu, 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 tombili. Ucu, ucu, ucu. Ucu, 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 ucu. Nəysə, görək dalınca nə yazır. Ekrana belə 2 dənə vurun, bəyənmə qalxsın, belə tak-tak 2 dənə. Ya bunun arvadının ağzına vurun, ya Sevincin belə dodaqlarına belə. 2 dənə belə vuranda, efir gedə-gedə, telefonla baxanlar. Tak-tak belə vurursun, YouTube bizi önə çıxardır. Çıxardın bizi önə. Ay sağ ol, baba, maşallah. Vuran kimi qalxır, belə. 2 dənə vurursan, tak-tak, itələ geçsin. Aha. Aha, getdik görək. 2 il yarımdır ki, xalam oğlu ödədiyi, deməli, getmədiyi qapı, döymədiyi qapı, ünvan qalmayıb, şikayət etmədiyi məhkəmə qalmayıb. Bu, mənim xalam oğlu, şəhid qardaşı, sevimli xalam oğlu Nəsib Nəsibov deyir, sağ olsun. Həmişə də yanımda olub orada olanda. İndi burada olanda da yenə deyirəm, vəziyyət bilinir. Bütün mühacirlərin qohumu deyil, Tural Sadıqlının qohumunu tutublar, əmisini tutublar. Şərrədilər, maşınından limonka çıxartdılar. Tural Sadıqlının əmisinə də belə Allah qapısını açsın. Belədir də, haqqı deyən insanların əmisi, dayısı, xalası oğlu, nə bilim, qardaşı, atası, anası şərrənir bu hakimiyyət tərəfinə. Mən də hamısına kredit çəkmişəm. Özüm də demişəm. Mənə görə çağırdalar, gedin məndən imtina eləyin, mənlə danışmayın. Və onlar danışmamağı seçiblər, onu da qınamıram. Mən hər zaman demişəm, bu hakimiyyət çox şərəfsiz hakimiyyət.